Ruhuna salavat hədiyyə eləyər. Bir şəxsin evinə qonaq gedərsən də, hə? Qapını döyərsən, qəbul eləyərsən evə. Oturarsan, neyniyər? Sənə çay verər də. Gəlmirsən İmam Rızanın ziyarətinə, imamın ehsanından, çayından da inşallah içəcəksən. İndi gedək İmam Rıza Aleyhisselamın ehsan süfrəsindən, o çaydan nuş eləyək inşallah. Daha sonra isə hacətlər qapısı, şifa qapısı və İmam Rıza Aleyhisselamın mübarək qəbrinin ziyarəti. Allah qəbul eləsin. Amin. Bu çayın qiyməti bilirsiniz neçədir? 690 dollar. Sen ancak kızartırsan.